Bu gün sizə bəzi şəkillər göstərəcəm. Baxın görün. Nəsimi rayon Baş Polis İdarəsinin baş mütəşəkkil cinayətkarlıqla axtarış bölməsində insanlara necə zülm veriblər, necə insanları təhqir eləyib, insan haqlarını tapdalayıblar. Və bununla bağlı özləri bu şəkilləri yəqin ki paylaşıblar. Çünki bu sosial şəbəkələrdə paylaşmış şəkillərdir. Sizə göstərirəm. Baxın görün insanları necə təhqir eləyirlər. Necə alçaldıcı hərəkətlərlə insanları sındırmağa çalışırlar ki, susun. Bəzi məlumatlara görə bu şəkildəki insanlar onlayn kazino oynadıqlarına görə bu vəziyyətə gətiriblər. Amma Sibirizdə dünyanın 5 nömrəli böyük kazinosu açılacaq. Niyə? Sibirizdə hər şey olar, amma insanlar, adi bir vətəndaş hansısa bir onlayn şəbəkədə oynaya bilməz. Sizin kimi polislər, vallahi deyirəm, and ol Allaha, bu hakimiyyət getdiyi gün siz qaçmağı deşik axtaracaqsınız. Çünki sizin özünüzü bu xalq dərinizi soyacaq. Sizə elə bir zülmlər verəcək ki, bu xalq. Çünki siz illərdir vəzifənizdən sui-istifadə edib bu xalqa zülm verirsiniz. Niyə gedib Emin Ağalarovun Sibrizində baş vermiş hadisə ilə bağlı uşaq ölüb, 4 yaşlı uşaq ölüb. Orada niyə cinayət işi açılmır onunla bağlı? Belə bir hadisə Nabranda da baş vermişdi, amma o oradakı obyektin yəsinə 4 il, amma onun məsuliyyətini daşıyan şəxsə isə 7 il həbs vermişdilər. Niyə Emin Ağalarovu, niyə gəlib Emin Ağalarovu tutmursunuz? Emin Ağalarov öz rəsmi səhifəsində bildirib ki, biz özümüz bunu istintaq arayışını edib cəmiyyətə bildirəcəyik. Niyə? Sibrizdə bəyəm adlı yeni respublikadır ki, orada Daxili İşlər Nazirliyi var, orada prokurorluq var, orada başqa qeyri-qurumlar var, dövlət qurumları var bəyəm. Sibriz Bakının ərazisidir, Azərbaycanın ərazisidir. Bu nə deməkdir ki? Niyə Emin Ağalarov özü araşdırmalıdır onu? Niyə polis araşdırmır? Sabah Emin Ağalarov özünü orada günahkar çıxardacaq bəyəm? Yox, Emin Ağalarov niyə özünü günahkar çıxsın? Orada günahkar çıxardacaq onun valideynlərini. Ona görə də valideynlər bu gün danışmır. Çünki susturublar onları, qorxuzublar onları ki, siz danışırsınız, sizin özünüzü günahkar çıxardacağıq ki, məsuliyyəti siz daşıyırsınız birbaşa ki, uşağın məsuliyyətini siz daşıyırsınız. O uşaq niyə gedib ora düşüb? Az qalıb sizin axırınıza. Çox az qalıb. Xalq sizin hamınızın dərisini soyacaq.